geri gelir. Asfalt döşənəndən sonra körpü müvəqqəti olaraq nəqliyyat vasitələrinin münasib olacaq. Çəkiliş qrupumuz ərazidə olarkən qəzalı körpünün yenə bağlı olduğunu, amma bura asfalt döşəndiyini görüb. Tikinti işlərini aparan təşkilatdan öyrəndik ki, körpüyə asfalt döşənəndən sonra yol yenidən açılacaq. Artıq qəzalı Qaraçay körpüsünün yanında yeni körpünün inşasına başlanılıb. Qeyd edək ki, Quba Qonaq-Kənd Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu. Bu səbəbdən körpünün dayaqlarından bir neçəsi çökərək təhlükəli vəziyyətə düşüb. Qaraçayın üzərindəki körpü 1959-cu ildə inşa edilib. Aytəkin Alxasta, Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim Media.